Hələ bir Cəmilə var ha, Cəmilə. Cəmilə. O da yazıqdır. Yazıq gündən qurtarmasın, amma bir yana baxanda yazıqdır. Bir yana baxanda. Deyiniyə. Gözəlliyə qalanda Cəmilənin əlinə su tökməyə yaraşmaz Mehriban. Dünya gözəlidir Cəmilə. Bu birincisi. İkincisi, Mehriban ona görə boy onda, puxun onda, gözəlliyi onda. Mehriban da nədir, yer pampasına oxşuyur, Tatra qılçaların Zubaçiskaya oxşuyur qılçaları. İspan vətəndaşıyla evli idi, bir uşağı var idi. Və İlham Əliyev onu boşatdırdı, özünə arvad elədi. Ondan 2 qızı oldu. Böyüyün adı Əminədir. Oy, Əminə. Fikir verin, indiyə kimi Heydər Əliyevin, Zərifənin, nə bilim, Mehribanın, İmamquliyeva Aidənin, indiyə kimi hansının boğazında qulluqçu formasında, hansının pastamoyka xələtində şəklini görmüsünüz siz? Hansının? Amma gör, kinə bax, nifrətə bax, kinə bax, Mehriban Əliyevada. Kinə, nifrətə bax, Mehriban Əliyevada. Cəmilədən olan qızın qab yüyən xələt önlükdən şəklini çəkiblər. Baxın, paylaşıblar, baxın. Baxın. Dəyərli vətənlərim, yazıq uşağın, onsuz da bunun şəklini paylaşmırlar. Onsuz da. Ancaq ayda, ildə, bəlkə də indiyə kimi 3 dənə şəkil paylaşıblar. 3 dənə şəkil. Baxın, Emin Ağalarova baxın, sağda, solda Eminin uşaqlarına baxın. Eminin uşaqlarına baxın, Eminin. Bax, bu şəkildə 5 nəfərdir, ha, 5 nəfər. Əli Mikail, ortada Emin. Ortada Emin, siz yaxşı görmürsünüz bəlkə də. Amma bu qızı qulluqçu formasında çıxardıblar. Baxın, ha, Mehriban Əliyeva orada da öz sinsi, türkü oyunlarını ortaya qoyur. Baxın, ha, buna Mehriban deyərlər, ha. Buna Mehriban deyərlər. Baxın, ha, bu uşağın həyatını qaraldıbdır. Çox şeylər deyə bilərəm, ancaq